vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Öncədən kanalımıza abunə olduğunuz üçün sizə təşəkkür edirik. Gəncə Psixiatriya Xəstəxanasına təzə təyin olunan Yaqut İlyasova bizim qazilərə deyir ki, ağlınızı başınıza yığın, sizə don geyindirərəm, yəni ətək geyindirərəm. Azərbaycan ordusunun hər bir döyüşçüsü 44 günə erməni əskərinin hər birinə don geyindirib və başına qapaz vurur. Bir də ki, Cənab Ali Başkomandan möhtərəm prezident deyir ki, hər yerdə qazilərə və veteranlara hörmət olunmalıdır. Bax Yaqut xanım, siz Cənab Ali Başkomandanın tapşırığını yerinə yetirmirsiniz. Bir də bundan əlavə Gəncədə bundan sonra bir qazi özünə xəsarət yetirsə, özünə intihar eləsə, bunun səbəbi Yaqut xanım sizsiniz. Ümumiyyətlə belə olmaz. Çıksın mağarasını yaptım çıkın gelin. Yolunda kurban keşfet Harada oturur alo. Yeri harap kardeş. Yavuz doktorumuz kim olur? Üstümüze kasteler. Burada arxanadır. Bu şahit ailelerini, gazilerini koymurdunuz. Niye bırakmırdınız şahit? Şimdi mi icazet edin ya? Neye göre icazet edin? Niye icazet edin? Girip çıkıyor.